İzləyicilərimiz, bura evimizin qonaq otağıdır. Qonaq otağından birbaşa həyəti göstərmək istəyirəm. Dəyərli izləyicilər, çox geniş bir həyətyanı sahəyə malik olan belə bir evimizi gəlmişəm sizlər üçün çəkməyə. Evimiz yerləşir Masazırda, Cantəpədə. Dəyərli izləyicilərimiz, Masazırın ən hündür ərazilərin birində. Qeyd edirəm sizlər üçün ki, evimiz marşrutdan 300-400 metr məsafədədir. Evimizin kəməri, fundamenti, hər biri mövcuddur. Ustamızla gəlib rahatçılıqla baxa bilərsiniz. Bura evimizin mətbəx hissəsidir. Dəyərli izləyicilərimiz, evimizin gördüyünüz kimi göstərdim sizlərə. Hamam aksesuarları quraşdırılıb. Ehtiyac su səndə qədər var. Suyu, qazı, işığı hər biri daimidir. Kanalizasiya mərkəzidir, dəyərli izləyicilərimiz. Qaçırmayın bu fürsəti. Belə evlər nadir hallarda çıxır satışa. Qiymət 73.000 manat, paket kupsadır. Gəlin inşallah ev yiyəsi ilə görüşdürəyin, real alıcılara endirim olunacaq. Emin müəllimin də təqdimatında TikTok Asan Əmlak kanalında baxa bilərsiniz bu evə. Baxın burada deməli kombi üçün əlavə yer düzəlib. Yəni buranı bağladınız, qəşəng sütun vurdunuz. Çox qəşəng. Qazı, suyu, işığı hər biri mövcuddur dəyərli izləyicilərimiz. Qaçırmayın bu fürsəti. Gəlin inşallah ev yiyəsi ilə görüşdürəyin. Real alıcılara endirim olunacaq. Paket kupça 73.000 manat. Paket kupça nə deməkdir? Evin də torpağın da kupçası var. Bəzən kommentlərdə, bəzən zənglərdə zəng vurub soruşursunuz. Paket kupça deyil, paket kupçadır. Bəs evin kupçası nə vaxt olacaq? Qardaşım, evin kupçası elə o deməkdir ki, paket kupça evin kupçası deməkdir. Həm torpağın, həm də evin kupçası deməkdir. Emin müəllim, nə demək istəyirsən? Laf yaxşı deyir. Laf yaxşı. Allah səni yaxşı eləsin. Sağ ol, Murat.